Elgiz Əkbərin yenidən ekranlara qayıtması ilə bağlı xəbərlərə baxıram. Maşallah milyonlarla baxışı var, daha da artıq olsun və hazırki teleməkanın ümumi mənzərəsinə istəyirəm diqqət çəkək. Deməli, bir neçə ay öncə belə qərar verildi ki, bir neçə aparıcı efirdən uzaqlaşdırılsın, layihələr bağlanılsın. Qüsurlar var və s. və ilaxır. Əvvəla səhv orada oldu ki, bu layihələrin təməli sayılan verilişlər bağlanıldı. İkinci, üçüncü dərəcəli, yəni sonradan yaranan verilişlər ki var, məsələn, Xəzərdə biri gedir, biri Space-də gedir, onlar qaldı. Elə bir ki, eyni cinayətə görə, belə deyək də, dədəni tutdular, bir yerdə törətmişlər bu cinayəti. Bala qaldı çöldə. Yəni, bu belə. Əgər cinayət var idisə, təbii ki, bu dırnaq arası şərti mənada deyirəm. Burası belə. Və tamaşaçı da çox yaxşı başa düşür ki, burada nəsə bir, başqa bir əmma var. Yəni, doğrudan da əgər verilişlər bu səbəbə görə bağlanırdısa, məsələn, o verilişlərin birində, nə bilim, biri o birisini çimizdirmişdi və s. və ilaxır, birində, nə bilim, nələr baş vermişdi. Bu bu ayrı mövzudur. Amma hazırki televiziya məkanında vəziyyət belədir ki, telekanallara baxan yoxdur. Aydın məsələdir ki, televiziyada orada da belə canlı yayımda adam öldürsələr də heç kimin xəbəri olmayacaq. Ancaq gərək onu kəsib ya TikToka ya Instagrama qoyasan ki, baxılan. Məsələnin başqa bir tərəfinə gələk. Bu günləri istəyir Elgiz Əkbər, istəyir Zaur Baxşəliyev, istəyir Xoşqədəm Hidayət qızı və bu qəbildən olan digər aparıcılar hazırki televiziya məkanındakı aparıcılarla müqayisədə baxmayaraq aylardır efirdə yoxdular, daha populyardılar. Ola bilər ki, bu qərar veriləndə bütün bunlar nəzərə alınmamışdı bu qərar verənlər tərəfindən. Mən demirəm, amma səhv eləyiblər ya düz eləyiblər. Mən mənzərəni izah edirəm. İndi görün səhvdir yoxsa düzdür. Əvvəla bu verilişlərin mahiyyətində təbii ki, sosial məsələlər dayanırdı. Biz də sosial problemlər xirtdəkdən belə bir cəmaatıq, belə bir toplumuq, qeybəti xoşlayırıq, nə bilim, birinin toyuna gedirik, gəlirik, gəlin belə geyindi, bəy elə geyindi. Yəni, bu verilişlərin qayəsi axtarışla və s. bununla yanaşı, amma sosial problemlər idi də, düzdürmü? Sual oluna bilər ki, yaxşı, bu verilişlər bağlandı, biz nə etməliyik? İlk növbədə təbii ki, cəmiyyətin ümumi intellekt səviyyəsi artmalıdır. Sən Azərbaycan cəmiyyətində Norveç tamaşaçısını axtarma. Sən Elgiz Əkbərdən Rafiq Hüseynov düzəldə bilməzsən. Adamın bəlli bir xətti var, bəlli bir istiqaməti var. İndi YouTube-da da veriliş açacaq və görəcəksiniz ki, onun YouTube layihəsi teleməkanda yayımlanan verilişlərdən daha çox baxılır. Yəni, tamaşaçı bəzən gəlir yazır, filan kəsə baxmıram, Zaurdan zəhləm gedir, Xoşqədəmdən xoşum gəlmir. Bu riyadan başqa bir şey deyil. Şəxsən mən özüm dəfələrlə gözümlə görmüşəm ki, qapının ağzında, məsələn, aparıcıdan qeybət edən tamaşaçı aparıcı ilə, həmin aparıcı ilə şəkil çəkdirir, sizdən yoxdur deyir. Yəni, bütün hallarda televiziya məkanının vəziyyətini düzəltmək üçün bu adamlar efirdə qalmalıydı, formatlar bir qədər dəyişdirilməliydi və yaxud da ümumi cəmiyyətin səviyyəsi qalxmalıdır ki, bu da uzun illər aparar. Yəni, həmin aparıcıların təqdim elədiyi nədirsə, bizim cəmiyyətimiz də ondan ibarətdir. Yəni, düşünməyin ki, biz daha belə zıppıltı bir cəmiyyətik, bizə pis verilişlər göstərirdilər. Tamaşaçını da qeyd elədiyim kimi, yəni riyakarlığı xirtdəkdəndir və ən əsas məsələ, yenə də deyirəm, o qəbildən olan verilişlərin yarısının bağlanmağı, yarısının bağlanmamağı, yəni o deyir, kör da bilir ki, balıq şordur da, yəni uşaq da bilir ki, burada nəsə başqa bir məsələ var idi. Ona qalsaydı, digər verilişlər də bağlanmalıydı. Elgiz Əkbəri də təbrik edirəm, inşallah yeni efiri, yeni verilişdə xeyirli olsun.